Hal-hazırda olduğum bu yer dünyanın en dik küçələrindən birisi olan Lombard Street'tir, gördüğünüz bu küçə. Ama bu küçənin daha bir özelliği var. O da nədir? Bu gördüğünüz aşırımlar, bu kəskin belə deyim, döngələr buranı dünyanın en eğri küçəsi adını qazandırır. Necə? Çünki 8 dənə bu cür sərt döngəyə sahibdir hal-hazırda gördüğünüz bu Lombard küçəsi və bu kəskin döngələr Lombard küçəsini, hal-hazırda olduğum bu Lombard küçəsini dünyanın en eğri küçəsi adını çevirir. GTA oynayanlar bu küçəyə yaxşı bələdlər, çünki GTA-da rastımıza çıxan bir küçədir. Həmçinin də San Francisco'nun en məşhur küçəsi olaraq bilinir. Bu gördüğünüz Lombard Street. Həmçinin də bu ikonik mənzərəyə. Çünki buradan etibarən də artıq eniş başlayır. Buradan etibarən eniş başlayır. Həmçində bu ikonik mənzərəyə də ev sahibliyi edir hal-hazırda olduğum bu Lombard Street.